Saxta əlillik sənədi düzəltməkdə ittiham olunan müğənni Dəniz Əsədovanın cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 22-sinə təyin edilib. Dəniz Əsədova barəsində həbs olmayan qəti imkan tədbiri seçilib. Qeyd edək ki, Dəniz Əsədova barəsində Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsində Cinayət Məcəlləsinin 32.4, 308.2, vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə, 32.4, 313-cü vəzifə səxtəkarlığına təhrik etmə maddələri ilə ittiham verilib. Müğənni vətəndaşlardan pul alaraq saxta əlillik sənədi düzəltməkdə ittiham olunur. Belə ki, o, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi və hazırda cinayət işi məhkəmə araşdırmasında olan Rauf İsfəndiyarovla əlbir olaraq 136 nəfərin saxta əlillik almasına kömək edib. İş üzrə dövlətə 1.6 milyon manat ziyan vurulub. Qeyd edək ki, Dəniz Əsədova bundan əvvəl dərəduzluqla və bir neçə nəfərə qarşı təhqir və böhtan səbəbindən xüsusi ittiham qaydasına məhkum edilib. O, vəkil Asim Abbasovu təhqir və böhtan atdığı səbəbindən Binəqədi rayon məhkəməsinin hökmü ilə 7 ay azadlıqdan məhrum edilib. Daha sonra başqa bir şəxsə təhqir etməsi və böhtan atması səbəbindən onun cəzası artırılıb. Dəniz Əsədova Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən amnistiya aktı çərçivəsində Ədliyyə Nazirliyinin penitentiar xidmətinin 4 saylı qadınlar üçün nəzərdə tutulan cəza çəkmə müəssisəsindən azadlığa buraxılıb. Rəna Rövşənqızı, Bölgə TV.